Dünya düzdür, təyyarələr niyə dairə vurur? Antarktida niyə sirlidir? Cavablar buradadır, amma gəlin elmlə baxaq. Dünya niyə kürə formasındadır? Yer fırlanır. Bu, fırlanma nəticəsində cazibə qüvvəsi mərkəzə doğru işləyir və nəticədə yer öz çəkisini bərabər yayır. Bu da onu kürəyə yaxın forma edir. NASA və yüzlərlə peyk şəkli yerin əyanı görüntüsünü göstərir və bu şəkillər hər il yenilənir. Təyyarələr niyə düz xəttlə uçmur? Əslində uçur. Coğrafi olaraq ən qısa məsafə kürə üzərində geodezik xətt adlanır. Bu xəritədə əyri kimi görünür. Məsələn, Avropadan Amerikaya gedən bir təyyarə niyə şimal qütbünə yaxın uçur? Çünki bu əslində daha qısa və yanacağa qənaətlidir. Antarktida niyə sirli görünür? Antarktida çox sərt iqlimə malikdir. Tədqiqat və elmi araşdırmalar üçün qorunan ərazi hesab olunur. Orada 60-dan çox beynəlxalq elmi stansiya fəaliyyət göstərir. Yəni gizli qitə, gizli həyat yox, sadəcə buz, elmi tədqiqat və beynəlxalq razılaşmalar var. Əgər yer düz olsaydı, GPS işləməzdi, peyklər lazım olmazdı. Bütün bu texnologiyalar sferik yer modelinə əsaslanır. Yalanlar maraqlı ola bilər, amma elmi faktlar daha güclüdür.